Demək, 46-cı sualda yenə oflu birləşmə görürük. Oflu birləşmələrdə bilirsiniz ki, əsas tərəf birinci tərəfdir və birinci tərəfdə each varsa, xəbərimiz təkdə olmalıdır. Ona görə have, are çıxır. B və D arasında qalırıq. Baxıram ki, so my friend təkdə olduğuna görə were yox, has-ı götürəcəyik. Düzgün cavabımız D variantı qalır. 47-ci sualda yenə oflu birləşmə var. Oflu birləşmələrdə əsas tərəf birinci tərəfdir. Each təki bildirdiyinə görə have, sign çıxır və qalıram B, C, D arasında və ikinci tərəfdə baxıram ki, employees işçilər deməkdir. İşçilər sözü cəmdə olduğuna görə qətiyyən orada does və has ola bilməz deyə B variantı doğru cavabdır. 48-ci sualda delegates representing that company, o şirkəti təmsil edən nümayəndələr. Söhbət burada şirkətdən getmir uşaqlar. Şirkəti təmsil edən nümayəndələrdir. Bizdən çox yaxşı salamlaşdılar da. Kim salamlaşdı bunlardan? Şirkət, yoxsa şirkət təmsil edən nümayəndələr? Yəni burada biraz tərcümə bacarıqlarımız olmalıdır ki, yəni burada sırf hər hansısa bir qayda yoxdur. Nümayəndələr söz cəmdə olduğuna görə 1-2 düzgün cavabımız A variantı qalır. 49-cu sualda deyir ki, voice is calling for help. Deyir, kömək üçün çağıran səslər. Söhbət köməkdən getmir ha. Kömək üçün çağıran səslərdən gedir və deyir ki, uzaqdan eşidilirdi də. Səslər sözü cəmdə olduğuna görə 1-2 Y variantı doğru cavabdır. 50-ci suala santdı. These stories, bu nağıllar. Nağıllar sözü cəmdə olduğuna görə əlbəttə ki, biz götürəcəyik burada have read, are read, were read, read. Burada əslində 50-dən sonra məchul növ qaydası ilə toxuşur. Yəni deyir ki, bu nağıllar maraq ilə dinlənilirdi ya da oxunulurdu. Məsələn, bu nağıllar oxuyurdu deyə bilmərsiniz də. Nağıl axı oxuya bilməz öz-özünü. Ya da oxumuşdu deyə bilmərik də. Were read oxundular, are read oxunurlar. Düzgün cavabımız 3-4-dür. Bunu daha yaxşı passive voice keçəndə, məchul növü keçəndə başa düşəcəksiniz. Məsələn, deyirəm ki, məktub yazılır, yoxsa məktub yazılır olmalıdır. Məktub öz-özünü yaza bilməz axı, məktub cansız bir əşyadır. Ona görə bəzən məsələn deyir ki, məktub yazılır, hədiyyə göndərilir. Yəni o məchul növdür. Məchul növdə uşaqlar necə düzəlir? To be, üstə gəlsin feil. Məsələn, bu 50-ci sualda birincinin yerinə qoysaz, bu nağıllar oxudular. Uyğun gəlmir axı. İkidə deyir ki, bu nağıllar oxuyublar. O da uyğun gəlmir. Amma bu nağıllar oxundular və oxunurlar. Yəni 3-4. Məsələn, 51-də deyir ki, bu sırqalar verdilər. Sırqa necə verə bilər ki? Yaxud da bu sırqalar vermişdirlər. Sırqalar vermişdilər nədir ki? Bu sırqalar veriliblər, bir də bu sırqalar veriləcəklər. 1-4 C variantıdır. 52-ci sualda a number of reporters, a number of xəbəri cəmdə olduğuna görə düzgün cavabımız 2-3. A number of students xəbəri cəmdə olduğuna görə yenə 2-3. 54-cü sualda deyir ki, uşağın oyuncağı təkdə olduğuna görə 1-4 C variantıdır. 55-ci sualda 7 days 7 gün deməkdir. 7 gün cəmdə olduğuna görə mən də cəmi seçəcəm D variantı. 56-cı sualda date palm xurma ağacı deməkdir. Xurma ağacı təkdə olduğuna görə mən də təkləri seçəcəm, yəni zero was. 57-ci sualda no change, change sözü təkdə olduğuna görə təki seçəcəm. 58-ci sualda, indi birdən deyərsiniz müəllim, bəs will neyniyək? Will axı hər ikisində işlənirdi. Şöyle zero ifadəsində gələcək zamanı zero will be olur. Yəni ki, be ilə işlənməlidir orada. 58-ci sualda a lot of traffic çoxlu tıxac deməkdir. Tıxac isə təkdə olduğuna görə biz burada cəmləri çıxırıq. Bir dənə there is a lot of traffic in the morning. Səhərlər çoxlu tıxac olur. 59-da a lot of snow çoxlu qar. Qar sözü sayıla bilmir deyə əlbəttə ki, təki seçəcəm. 60-cı sualda traffic signals, trafik siqnalları cəmdə olduğuna görə 1, 3, Y variantı düzgün cavab qalır. 61-ci sualda leather jackets, dəri jaketlər. Raketlərdən getdiyinə görə söhbət 1, 3, düzgün cavabım A variantı qalır. 62-ci sualda isə deyir ki, poultry farm, quşçuluq ferması. Söhbət burada fermadan gedir, quşçuluqdan yox. Ferma sözü də təkdə olduğuna görə düzgün cavabım 4-5 qalır. Təkdə olanları seçirəm də. Bilirsiniz də, onsuz S ilə qutaran təkdir, E ilə qutaran cəmdir. Schools, məktəblər cəmdə olduğuna görə 3-5 A variantı doğru cavabdır. 64-cü sualda all the buildings, bütün binalar sözü cəmdə olduğuna görə R götürəcəm. 65-də the prices, qiymətlər cəmdə olduğuna görə 2-3, yəni D variantı doğru cavabdır. 66-cı sualda sözünlü birləşmədə əsas tərəf birinci tərəfdir. Various sorts
müxtəlif növlər deməkdir. Növlər söz cəmdə olduğuna görə 1, 3, 5 A variantı doğru cavabdır. 67-ci sualda o ifadələrinə əsas tərəf birinci tərəfdir. İç sözü təkdə olduğuna görə xəbərim təkdə olacaq. Ona görə were, are çıxır. İkinci tərəfdə deyir ki, so my friends, mənim dostlarım da. Dostlar sözü cəmdə olduğuna görə demək was-la verə bilmərik. B-ni çıxmışdıq zaten. Is-lə verə bilmərik. C variantı doğru cavabdır. 68-ci sualda each of the students, yəni o ifadələrin əsas tərəf birinci tərəfdir. Yəni iç olan hissələrdə xəbər təkdə olur deyə A çıxdı, B çıxdı, uşaqlar A çıxdı, B çıxdı. Qaldım C, D, E arasında. İkinci tərəfdə so my classmates, mənim yoldaşlarım da dediyinə görə, yoldaşlarım söz cəmdə olduğuna görə was-la is-də çıxır, cavab qalır D variantı. List of the participants, iştirakçıların listi. O ifadənin əsas tərəf birinci tərəfdə list sözü təkdə olduğuna görə xəbəri təkdə verəcəm. 1, 4, düzgün cavabım Y variantı qalır. 70-ci sualda a lot of walking, çoxlu gəzinti. Gəzinti sözü burada təkdə olduğuna görə mən də tək seçəcəm. Have cəmdədir, keep cəmdədir, have cəmdədir. Will keep me healthy. Burada keep sözü ümumiyyətlə yoxdur deyə götürmürəm. Cavabım C variantı qalır. 71-ci sualda söz ünlü birləşmələrdə əsas tərəf birinci tərəfdir. A bucket of fresh water, bir vedrə təmiz su, təmiz vedrədən gedir deyə söhbət. Vedrə sözdə təkdə olduğuna görə 2, 4, yəni C variantı olur. Yəni mən belə sürətlə deyib gedirəm, birdən hər hansısa bir səhv eləmiş olaram, onu mütləq qeyd edeyim mənim üçün. 72-ci sualda yenə söz ünlü birləşmələrdə əsas tərəf birinci tərəfdir. Bir loxuma çörək. Söhbət orada bir buxanka çörəkdən gedir. Buxanka sözdə təkdə olduğuna görə 2, 4 A variantı doğru cavabdır. 73-cü sualda child, uşaq sözü təkdə olduğuna görə 2, 4, yəni yenə cavab Y variantı qalır. 74-cü sualda this book təkdə olduğuna görə was, is, yəni 2, 4 D, B variantı. An important meeting, vacib bir iclas. Vacib bir iclas sözü təkdə olduğuna görə uşaqlar, mən də tək seçəcəm, yəni C variantını. 76-da an interesting article, maraqlı bir məqalə. Məqalə sözü təkdə olduğuna görə was seçəcəm, Y variantı. Sonra deyir ki, whose choice this? This sözü bilirsiniz də, özünüz cəmdədir. Cəmdə olanda ümumiyyətlə işarə vəzliyi this var, that var, these var, bir də those var. Bu ikisi təki bildirir, amma this ilə those cəmi bildirir. Mən də cəmləri seçəcəm, yəni 1, 3, B variantı. 78-ci sualda they cəmi bildirdiyinə görə mən də cəmləri seçəcəm, 1, 3, A variantı. 79-cu sualda some Jews, zərə ifadəsidir. Zərə ifadəsində nöqtələrdən sonra gələn ismə fokuslanırıq. İsim Jews, meyvə şirəsi təkdə olduğuna görə biz də təkləri seçəcəyik, 2, 4, B variantı. 80-ci sualda some water, biraz su. Su sözü təkdə olduğuna görə 2, 4 A variantı doğru cavabdır. 81-ci sualda the documents, sənədlər sözü cəmdə olduğuna görə 3, 4 A variantıdır. 82-ci sualda hospitality and nobility iki şeydən danışır. And olanda adətən xəbər cəmdə olur. Ona görə biz də cəmlər seçəcəyik. 1, 3 Y variantı doğru cavabdır. 83-cü sualda cruelty and hatred, qəddarlıq və nifrət iki şeydən danışdığına görə 1, 2 cavabımız C variantı qalır. Growing plants, bitkiləri əkmək, söhbət bitkiləri əkməkdən gedir. Ümumiyyətlə yadda saxlayın ki, əgər cümləmiz ing ilə başlayan feillə başlayırsa, xəbərimiz təkdə olmalıdır. Ona görə are çıxdı. İkinci tərəfdə deyir ki, keeping animals, heyvan saxlamaq, yenə eyni şeydir. ing ilə başlayan feillə başlayıb deyə ikinci tərəfdə təkdə olmalıdır. Ona görə avtomatik olaraq A variantı doğru cavabdır. Different types, müxtəlif növlər sözü cəmdə olduğuna görə izləri çıxıram, ar qalır. İkinci tərəfə baxıram. There are fewer particles cəmdə olduğuna görə ikinci tərəfdə mütləq cəm olmalıdır. Yenə aynı Y arasında qalıram. Sonra the temperature sözü təkdə olduğuna görə folio false olmalıdır. A variantı doğru cavabdır. Nəyə görə? Çünki temperatur düşür deyəndə tək bir şeydən danışırıq. Biz indiki zamanı keçəndə deyəcəyik ki, I, məsələn, go, you go, amma he, she, it-də goes olur. Yəni it, əgər bizdə üçüncü şəxs təkindədirsə, feilin sonuna S artırmalısınız. Ona görə A variantı doğrudur. 86-cı sualda new clothes sözü cəmdə olduğuna görə 3, 4, yəni D variantı doğru cavabımızdır. 87-ci sualda what else this painting exhibited? Başqa harda bu rəsim göstərilib? Söhbət bu rəsimdən gedir. Bu rəsimdə təkdə olduğuna görə arı çıxıram, vörü çıxıram. 2, 3, 4 B variantı qalır. Deyir ki, the reporters given an interview by. Deyir ki, başqa kim tərəfindən məruzəçilərə intervyu verilib? Nəsə, burada məruzəçilərdən söhbət getirir, reportersdən. Reporters sözdə cəmdə olduğuna görə vozu çıxıram, təzi çıxıram. Cavabım qalır 2, 3, 4, yəni Y variantı.
Your skirt, sənin yubqan. Təkdədir deyəm. Are, were, have, were çıxır. Has been washed, so have the, bu asan deyildi də variantı. This composer's music, bu bəstəkarların musiqisi. Söhbət bəstəkarlardan getmir ki, musiqidən gedir. Musiqi sözdə təkdə olduğuna görə mən təkləri seçəcəm. 1, 3. 91-ci sualda sözünü var. Sözünün ifadələrdə əsas tərəf birinci tərəfdir. Stories sözü də cəmdə olduğuna görə 2-ni seçəcəm, 4-ü seçəcəm. 5-i seçə bilmirəm, çünki will be full of life. Will'in yanında be olsaydı götürərdim. 2, 4 düzgün cavabdır. Deyir ki, Mark Twain tərəfindən yazılmış hekayələr həyatla doludur. Həyatla dolu idi, yəni belə bir şey. Sözünün birləşmələrdə əsas tərəf birinci tərəfdir. Some boys, oğlanlar sözü cəmdə olduğuna görə 2-ni götürürəm, 4-ü götürürəm, 5-i götürürəm. Sonra bir dənə yoxlayaq. Deyir ki, sinifimizdəki bəzi oğlanlar are afraid of telling the truth. Düzünü deməkdən qorxurlar. 4-də deyir ki, düzünü deməkdən qorxmurlar. Ya 5-də isə deyir ki, düzünü deməkdən qorxurdu, idilər. Bəli, 2, 4, 5 olar düzgün cavabımız.